Salam değerli izleyicilerim. Bugün ben size Zabratda paket kupcalı, deməli yuxarıda 4 otaq mətbəx, sanuzel, aşağıda da yine, indi aşağıda da düşüb tanış edəcəm. Deməli bura bir yataq otağı, ikinci yataq otağı, ikinci yataq otağı. Deməli keçirik sonra üçüncü bir yataq otağı. Siz o tərəfə keçin. Burada zal. Deməli ikinci mərtəbədir. 2 mərtəbəli evdir. Altında həm garajı var, həm də yaşayışlı evdir. Altıda birinci mərtəbədə yaşayışlı evdir. Yəni bax gördüyünüz kimi böyük zalı var. Sonra 1 2 3 4 yataq otağı var. Yox, 3 yataq otağı, bir zal yuxarıda, bir dənə mətbəx. Burada mətbəx. Çaşdım qaldı. Burada da bir mətbəxi, geniş qəşəng mətbəxi var. Bura hamam, tualet. Sonra düşək aşağı ilə tanış olaq. Bir dəqiqə gözləyin siz. Deməli bax gördüyünüz kimi sağda yataq otağı, sonra mətbəx, hamam, tualet, sonra yataq otağı, sonra bir dənə zal, böyük zal. İndi düşürük aşağı. 2 mərtəbədir. 2 mərtəbəli evdir. İstilik sistemi kombidir. Buradan belə çəkirəm indi həyəti. Baxın həyətdə qəşəng ağaçları, əlavə sanitar, hamam, tualet, sanitar qovşağı, sonra gördüyünüz kimi bax. Siz keçin o yüzden. Ay xanım oranı keçin də siz. Bak orada garaj. İndi düşürəm aşağı. Dedim aşağıdaki evi çəkim. Sizə göstərim. 2 sotda 2 mərtəbəli evdir. Yuxarıda deməli 3 yataq otağı, bir zal, böyük zaldır. Mətbəx, hamam, tualet var. Bax həyətdə də gördüyünüz kimi deməli qapıdan girəndə sağ tərəfdə bir dənə hamam, tualet. Sonra evin çöldən görünüşü belədir. Siz yuxarıya çıxın da oradan. Bura nədir belə? Burada belə bir plekanın altında kladovkadır. Sonra deməli bura yenə birinci mərtəbənin koridorudur. Bura bir dənə yataq otağı birinci mərtəbədə. Bura bir dənə zal. Görürsünüz bax böyük bir zal. Sonra buranı ev sahibi tikdirəndə xuna üçün nəzərdə tutub ona görə pəncərəni görürsünüz elə yarım belə yuxarıdan qoyub. Amma onu polunu açmaq mümkündür. Yəni öz həyətinə baxır. Yəni qonşuya baxmır. Sonra burada hamam, tualeti birinci mərtəbənin. Sonra bax belə koridorudur, geniş koridordur. Şəxsi özü üçün tikilmiş evdir ki, onda 2 sotdadır. Paket kupçadır. Zabratın gözəl yerindədir. Marşrutdan 30-40 metr məsafədədir. Qiymət 155.000 manat. Qiymətdə endirim olunacaq. Gedək indi o tərəfdən garajı da çəkim göstərim sizə. Maşallah böyük evdir. Və burada garajı.